Hər kəsə salam. Uşaqlarla bir yerdə zooparka gedirik. Uşaqlar ilk dəfədir zooparkda olacaqlar və ən sevdiyimiz heyvanlara baş çəkirik. Bunlardan biri də marallardır və ayılar. Zooparkda 2 ayı var idi və hər ikisi yatırdılar. Uşaqlar burada ayıları oyatmağa çalışırlar. Amma ayılar təbii ki, oyanmadılar. Və burada biz 2 pələng gördük. Və o qədər gözəl idilər ki, pələnglər nəhəng. Amma Atilla biraz çəkindi pələngdən. Burada da bizi görürsünüz. Və Alparslan ağlayır, həmişəki kimi. Və gəldik uşaqların ən sevdikləri yerə, bura akvarium zonası idi. Akvarium zonasında çox gözəl vaxt keçirdilər. Burada müxtəlif növ balıqlar, müxtəlif növdə su canlıları, ilanlar, tısbağalar, sürünənlər var idi. O qədər sevdilər ki, hətta buradan çıxmaq istəmirdilər. Ümid edirəm ki, xatirələrində çox gözəl qalacaq. Və təəssüflər olsun ki, biz qayıtmalı olduq. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşmək üzrə. Hələlik.